Salam əziz və hörmətli radio dinləyicilərimiz. Hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Növbəti Kənd Tam Orta Ümumi Təhsil Məktəbinin radio qovşağı efirdədir. Aparıcınız mən 11-ci sinif şagirdi Şahmarova Xədicə. Danışacağımız mövzu Azərbaycan Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin anım gününə həsr olunur. Azərbaycan Respublikasının Milli Məclisi Xalq Cümhuriyyətini yaratdığı parlamentin indi də varisidir. Varislik həmişə eyni zamanda böyük məsuliyyət demək olubdur. Varislik o demək deyil ki, sən o hadisəni olduğu kimi təkrar edəsən, yaxud o səviyyədə yaşayasan. Hər bir varis, varislik prinsipini əziz tutaraq, o dövrün, o hadisənin varisi olaraq, o hadisəni, o dövrü və o quruluşu daha da yüksəklərə qaldırmalıdır. Biz Azərbaycanda bunu edirik və bu sahədə çox şeylərə nail olmuşuq. Hesab edirəm ki, Azərbaycanın bugünkü Milli Məclisi varislik adını şərəflə daşıyır, eyni zamanda ötən illərdə və xüsusən son dövrdə Azərbaycanın müstəqil dövlətini inkişaf etdirmək üçün çox işlər görübdür. 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində doğulan, ilk təhsilini məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu 2-ci Rus Müsəlman məktəbini alan Məmməd Əmin Rəsulzadə sonra təhsilini Bakı Texniki Məktəbində davam etdirmişdi. Öz fəallığı ilə seçilən Rəsulzadə təhsil illərində inqilabi fəaliyyətə də başlayır. 17 yaşında Müsəlman Gənclər Təşkilatını yaradır. Sonralar bu təşkilat 20-ci əsrdə Rus müstəmləkəsinə qarşı çıxan ilk siyasi təşkilat kimi yadda qalır. Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da hər zaman bu istəklə yaşamışdır. Tarixdə müxtəlif zamanlarda fərqli adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur. Dövlət üçün müstəqillikdən, vətəndaşı üçün isə azadlıqdan üstün heç nə ola bilməz. Ulu və zəngin tarixə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət namini uzun və mübarizələrlə dolu, şərəfli bir yoldan keçmiş və qəhrəmanlıq salnaməsi yazmağa nail olmuşdur. Bu qəhrəmanlıq salnaməsini yazanlardan biri də Azərbaycan xalqının fəxri Məmməd Əmin Rəsulzadədir. Məmməd Əmin Rəsulzadə 20-ci əsrin ilk 10 illiklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşından kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi tənqid və elmi irs Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır. Qərbi Azərbaycan üçün döyünən, müstəqil Azərbaycan arzusu ilə yaşayan Məmməd Əmin Rəsulzadə 6 mart 1955-ci ildə Ankarada vəfat etmişdir. İlk dəfə yaradılmış Azərbaycan Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə həm də bu dövlətin üçrəngli bayrağının təsisçisi və yaradıcısı idi. Müstəqil vətənini və bayrağını sevən Məmməd Əmin Rəsulzadə bayrağının məftunluğunu belə ifadə edirdi. Müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı şürai milli qaldırmış, Türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropa iqtidarı əhramiyəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtiraz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir. Bir kərə yüksələn bayraq bir daha enməz, dalğalan bayrağın, ucal bayrağın. Səninlə fəxr edir Türkün birliyi, bu böyük birlikdən güc al bayrağın. Dalğalan bayrağın, ucal bayrağın. Beləcə, adı Azərbaycan tarixinə əbədi həkk edilən Məmməd Əmin Rəsulzadə ömrünün sonuna dək Azərbaycanın müstəqilliyini bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmiş, bu yoldan çəkinməmişdir. Efirimizin dəyərli izləyiciləri, bizə ayrılan vaxtın sonuna gəldik. Növbəti efirlərdə eyni məkanda görüşənədək. Sağ olun, salamat qalın.